Xəncər gözümə sataşanda qəfildən anladım ki, hörmüçəyin toruna düşən mən özüməm və bu çox dəhşətli bir gerçəklikdir. Heyf ki, bunu çox gec başa düşdüm. Xirtəyin şeytanın cənginə keçəndən sonra Allaha tərəf baxmağın nə xeyri? İblis məni düz yolumdan saptırdı. İblisdən başqa heç kim insanlarla bu cür oynamağa cəsarət edə bilməzdi. Bəli, məhz iblis. İblis. O elə indi də özünü teatrda hiss edirdi və rol aldığı tamaşada öz ölüm səhnəsini oynayırdı. Onun gözlərinə diqqətlə baxdıqca yanılmadığıma əmin olurdum.